İndi ev, təmir və inşaatla bağlı bütün suallara cavab tapmağın vaxtıdır. Bəli, elə söz verdiyimiz kimi qayıtdıq. Özəl evin proqramının ikinci saatını dinləyirsiniz. Mən İlham Rəcəbin təqdimatında. Bir daha hər vaxtınız xeyir olsun əziz dinləyicilər. Birinci saatımızda ürəyinizi sevindirdi. Yəni, hədiyyə təqdim etdik. İkinci saatda da deyir, hədiyyədən əlavə olaraq ən azı da məncə maariflənməyin vaxtıdır. Çünki öyrənəcəyimiz çox məqamlar var. Təbii ki, Özəl evin proqramının da müxtəlif qonaqları olur. Hər gün və demək olar ki, hər gün biz müxtəlif mövzularda müzakirələr aparırıq. Qonağımızın sayəsində təbii ki, öyrənəcəyik. Bilirik. Və bu ikinci saatda biz inşaatın görünməyən tərəflərindən danışacağıq. Bu barədə ətraflı bizi məlumatlandıracaq şəxs artıq studiyamızda da Baku Inspection Solutions şirkətinin təsisçisi və rəhbəri Zülfüqar Hüseynov bizim qonağımızdır. Xoş gəlmişsiniz, necəsiniz? Salam, xoş gördük. Siz necəsiniz? Yaxşıyıq. İlk dəfədir deyəsən bizim studiyadasınız, yoxsa? Yox, ümumiyyətlə, yəni sizin studiyada burada. Yəni bizim proqramda birinci. Sizin proqramda olmamışdım. Yəni ilk dəfədir. Dəvətinizə görə təşəkkür edirəm, minnətdarım. Biz təşəkkür edirik ki, bax, biz zəng etmişik, müraciət eləmişik, siz dəvətimizi qəbul edib gəlmişsiniz. Çox sağ olun. Bax, ilk dəfə elə biz sizi tanımaq istəyirik deyə, onu görə istəyəm ətraflı sizin barədə bir məlumat öyrəyin, yaxından tanıyaq. Yəni, niyə belə şirkət yaratdınız, necə oldu yaratdınız, neçə ildə artıq fəaliyyət göstərirsiniz? Biraz özüm haqqında deyim, yəni mən Zülfüqar Hüseynov artıq 25 ildən yuxarıda keyfiyyət sahəsində çalışıram. Ay, maşallah. Və eyni zamanda 8 ilə yaxındır ki, artıq bu şirkəti təsis eləmişəm və bu şirkət olaraq fəaliyyət göstərirəm. Keyfiyyət sahəsi o qədər önəmli bir sahədir ki, mən deyərdim sizə ki, hətta mən bunu hər yerdə qeyd edirəm ki, aldığımız havadan tikdiyimiz binaya qədər, yəni mövzumuz onsuzda tikintilərdir, inşaatdır, hamısında keyfiyyət məcburdur. Mən deməzdim, lazımdır, eləsi olar, eləməsi olmaz. Birbaşa məcburdur. Yəni ona görə də bu qənaətə gəldim ki, Azərbaycanda keyfiyyətin səsi olaraq, yəni ki, belə bir şirkət təsis edir. Təbii ki, bu cür şirkətlər də mövcuddur. Tək mən deyiləm, deyir. Yəni ki, bizə öz kollegalarımız, yəni ki, uyğun olan şirkətlər də var. Və bu sahəni seçərək ki, ümumiyyətlə tikintilərə nəzarət, keyfiyyətə nəzarət və bu şirkəti təsis elədik. Eləyəndən sonra ki, Allaha şükür, yavaş-yavaş işləyirik. Belə həm nefqaz sektorunda, həm tikinti sahəsində, həm yol tikintisində fərq eləməz və bir sözlə inspeksiya və konkret olaraq trening bizim birbaşa işimizdir və bununla məşğul olmaq. Keyfiyyət səsindən danışanda, bax, belə keyfiyyətdən də şirkətlərin doğrudan reklam səsi də yaxşı olmalıdır. Ya, lazım olsa, yəni keyfiyyətli səs var, o da ki, mən müraciət eləyib reklamınızı edək. Mütləq, lazımdır. Keyfiyyətli insanlarla aranız necədir? Nə qədər ətrafınızda keyfiyyətli adamlar işlə var? məşğul olanların birinci keyfiyyətli insanlarla əlaqəsi olmalıdır. Doğru. Mütləq şəkildə belədir. Əgər sən keyfiyyətli insanlarla əlaqə yaratmırsansa, heç sənin üçün də keyfiyyətsiz olmaz. Yaxşı, insanlar arasında keyfiyyət nəyə deyirsiniz? İnsanlar arasında... Adam var, deyir ki, vəzifəsi varsa keyfiyyətli adam. Bilirsiniz, bizim işlərdə hər şey standartlarla götürülür də. Belə deyək də, tikintinin bir normativ standartları var və yaxud da ki, yoxlamağın bir normativ standartları var. İnsan standartları deyəndə, yəni insan meyalları standartları deyəndə, bu barədə biraz dərinə getmək, ona görə ki, başlası o danışmağa ki, insan meyalları standartları ən aşağısından o belə bir söz var da, yəni bunu deyir ki, hər nə olur olsun, deyir insan olsun. Yəni keyfiyyət bizim üçün bax bu qədər önəmlidir, yəni insanın özü. Əslində, çox gözəl vurğuladınız. Mən sizə bir söz deyim, bütün tikintilərdə yəni bu standartın tələbliyə. Yəni siz dediniz, bəlkə də siz o yerin bilmirdiniz. Mən sizənsə o yerin... Mən elə bilmədən deyirəm, görəm yaxşı alınır. Mən artıq 2 ildir belə işləyirəm. Təsəvvür edin ki, birbaşa qayda deyir ki, keyfiyyətli mütəxəssis, yəni adamın özünün, ingilislə deyir ki, kvalifikasiyası olsun. Amma onsuz da ürək lazımdır insanda. Yəni, ona görə deyim ki, biz öyrəşmişik o texniki tərəflərdən danışaq. Maşallah, sizdə bədahətən sözlər çoxdur. Nəsə var məndə də, nəsə var. Yox, alınır. Çox sağ olun. Zülfüqar bəy, başlayaq yavaş-yavaş mövzumuza və dinləyicilərə xatırladım WhatsApp nömrəmizi 055-203-1103. Bu bizim WhatsApp nömrəmizdir, əziz dinləyicilər, və bir daha xatırlatmaq istəyirəm.
istəyirəm sizə ki, biz inşaatın görünməyən tərəflərindən danışacağıq. Baku Inspection Solution şirkətinin təşkilçisi və rəhbəri Zülfiqar Hüseynov bizim studiyamızdadır. Deməli, inşaatın görünməyən tərəfləri deyəndə biz adi insanların görə bilməyəcəyik, amma təbii ki, sizin kimi mütəxəssislərin görə biləcəyi məsələlərdən danışırıq. Və başlayaq bax, üçüncü tərəf nəzarətindən. Yəni, inşaatda nələri yoxluyursunuz? Məsələyə buradan başlamaq lazımdır ki, istənilən halda Azərbaycan texniki normativ sənədlərində, dövlət texniki normativ sənədlərində birbaşa göstərilir ki, tikilən hər bir nəsə məlumatın özü mütləq yoxlanılmalıdır. Orada qeyd olunmur ki, mütləq bunu üçüncü tərəf yoxlasın, ikinci tərəf yoxlasın. Amma bizim Respublikanın qanunvericiliyində, yəni ki, akkreditasiyadan keçmiş orqanlar var. Orada standartın tələblərində birbaşa göstərilir ki, 17.020-yə görə ki, inspeksiya orqanı tərəfindən yoxlanılmalıdır. Bəyək ki, sizin o bilmədən verdiyiniz o bədahətən sualı, yəni ki, onun ardından başlayar ki, və orada da göstərilir ki, üçüncü tərəf orqan mütləq olmalıdır və üçüncü tərəf orqan heç kimdən asılı olmalı deyil. Mən misala belə bir, söhbətə belə bir giriş verim də. Bəyək verişdən qabaq sizdən söhbət edirdim. Dediniz ki, həyət evində qalırdım, nəsə bina evdə keçdim, nəsə belə bir dənə tema mövzumuz oldu sizlə. Siz evinizi alanda yoxlatdırmışdınız, yoxsa yox? Yox, aslında. Yəni, sırf təhlükəsizlik məsələsi və digər məsələlərdə. Mən bunu demək istəyirəm ki, açığı yox. Açığı yox. Yəni, əksəriyyətimiz belə, yəni burada biz əyləşmişik ki, maariflənmədən ötürü. Və bugünkü gündə təsəvvür edin ki, bu qədər tikintilər verir və tikintilərin görsənməyən tərəfləri bunlara izləyirik ki, gizli inspeksiya işləri və yaxud da fəsadlar, hətta belə deyim ki, standartın tələblərində də belə bir söz var, gizli işlər. Elə də yazılır, misal üçün, gizli işlərin yoxlanılması. Azərbaycan dilində dəqiq hərfi tərcüməni bu cür etdim. Ola bilər ki, o rus dilində daha başqa belə yaxşı çıxır. Məsələ burasındadır ki, inspeksiya olmadan, yoxlama olmadan nəyinsə tikintisinə, nəyəsə bir garanti vermək mümkün deyil. Hətta ən adicə, misalsa, yaşamışam, mikrofonu alanda sizə üstündə bunun keyfiyyət sertifikatını veriblər də, düzdürmü də, səs avadanlığını alanda da həmsini. Həmin şeydir, yəni ki, tikintidə də o gizli görsənməyən tərəflər o qədər, belə deyim ki, vacib anlamlardan biridir ki, mən özümün bəyək qeyd elədim, Mütəxəssis ol adlı bir YouTube kanalımız da var. Orada podkastları da çəkirik və podkastlarda mən orada yadımdadır ki, bir neçə illər bundan qabaq ki, böyük zəlzələ oldu Türkiyədə. İnsan təlafatı və dəhşətli bir hadisələr. Diqqət elədiniz, mən o barədə də bir podkast çəkmişdim. Tikilən binaların 70%-dən yuxarısında hamısında problemlər var idi. Yəni bu açıq aydın televiziyada, mətbuatda çox geniş yer aldı və göstərildi və oradakı betonlar, armaturlar, belə deyim, qazıntılar zamanı düzgün trambovkaların olmaması, hamısı ortalığa çıxdı, nə qədər adamlar tutdular falan, amma bir söz nədir? Nəticə nədir? Ölən öldü, getdi də, yəni qaldı. Öldü söhbət, belə də deyilər. Yəni gedən getdi də canlı tapşırdı. Ona görə də bu çox vacib bir məqamdır. Yəni Zülfiqar bəy, əlbəttə ki, tam doğru və aydın şəkildə hər şey qeyd edirsiniz. Buna görə sizə ayrıca təşəkkür edirəm. Amma doğrudan da bax, adicə evə köçməkdə heç yoxlamamışıq, nə var, nə yox. Biz həkimə getmirik ki, xərcimiz çox çıxar. Siz nə axtarırsınız burada? Məsələn, 055-203-1103 WhatsApp nömrəmizdə dinləyicilər. Siz də fikirlərinizi və hər hansı bir suallarınız varsa təbii ki, ünvanlaya bilərsiniz. Ulduz 8103 nömrəsi isə açıqdır təbii ki, zəng üçün. Yəni birbaşa zəng edib bizimlə dialoqda ola bilirsiniz. Deməli, istənilən inşaat sahəsi torpaq sahəsinin seçilməsindən başlayır, biz biləni, və tutaq ki, bir hüquqi və fiziki şəxs tikinti üçün torpaq sahəsi alıb və ya almaq istəyir. Sizə müraciət edir. Torpaq sahəsində hansı yoxlamaları həyata keçirə bilərsiniz? Məsələ burasındadır ki, torpaq sahəsi alınarkən və yaxud da ki, istifadəyə, istismara fərq eləməzdə götürdüyü zaman birinci torpağın geoloji ərazisini öyrənmək lazımdır. Əgər biz torpağın geologiyasını bilmiriksə, yəni onun altında nə var, nə yox, infrastruktur nə yerdədir, ciddi problemlər də oradan başlayır. Belə bir maraqlı bir məqamla bir dəfə rastlaşmışıq. Belə deyim də, kiçik bir sex falan bəhmən belə bir şey tikir, ərazini alıb, torpaq var, hər şey var, sənət var. Adam qazıntıya başlayır və altdan buna xoşa gəlməz, belə deyək də,
hadisələr baş verir qazıntı zamanı. Boşluqlar falanlar. Deməli, təsəvvür edin ki, o torpağın trambovka deyək də bərkidirməsi, möhkəmlənməsi də o torpaqda ona baha başa gəldi. Nə var, onun geoloji şəraitini öyrənməmişdi adam. Bax, öyrənəndə nə idi ki orada xərci? Yəni, nə çıxmışdı ortaya? Təsəvvür edin ki, belə deyək də, bildiyimiz kimi torpağın altında, yəni qurun suları, canım sənə desin, onların nə tikəcəksənsə ona uyğun olaraq onun üzərinə düşən yük, altından gedən başqa qayalar filan, neysə də hamısı torpağın geologiyası deyilən bir yer. Ərazinin geologiyası, torpaq deməyə ərazinin geologiyasının öyrənilməsi var. Və misal üçün də düzdür, bizdə bu sahədə də şirkətlərimiz və yaxın dostlarımız da var ki, sırf bununla da məşğul olurlar. Geologiyanı öyrənməmişdən qabaq sən əraziyə hər hansı bir el dili ilə bir traktor aparırsansa, bir nəsə qazıntı aparırsansa, bir günə ki, sən artıq birinci səhvi buraxdın. Doğru. Birinci səhv. Sən artıq birinci səhvi buraxmısan və sənin birinci səhv... Yəni söhbət tikməkdən bir başa gedir. Bəli, sən başladın, birinci səhvi buraxdın və sən artıq bir günə ki, o yoxlamağa ayırmadığın pul var ha. Geci-tezi çıxacaq səndən. Səndən 5 qat 10 qatı çıxacaq. Yəni sən bunu biləsən. Və yaxud da sürüşmə var orada, sən bu zonanı bilməmsən. Yəni belə bir məsələ. Yəni söhbət ərazidən getdim, ona görə konkret ərazi üzrə və olub ki, dəfələrlə olub ki, bizdə yoxlama sahələrində tutaq ki, yoldaşlar gediblər yoxlamağa, misal üçün geologiya və geodeziya sahələri ilə məşğul olan komandalardan bir yerdə çalışmışıq biz. Yəni 2-3 komanda bir yerdə. Biz o problemləri görmüşük. Amma digər günə ki, əfsus da var da, yaxınlarda belənsi bir statusda paylaşmışdım. Deyirəm ki, yazmışdım oradakı qaynağa 20 manat xərcləməyib, sonradan 20 min xərcləyənlər. Yəni ki, sən bir qaynağın yoxlamasına 20 manat xərcləmirsən, sonradan sən 20 min xərcləyirsən o fəsadlardan. Bu fakt ya, yəni ki, bu danılmaz. Belə bir formada. Yəni, bax, belə maraqlıdır. Əslində, çox aktualdır. Əslində, çox vacib bir məsələdir. Sadəcə, amma bir məqam da var da, məsələn, mən birbaşa tikintiyə başlasam, bəxtim gətirə də bilər ki, normal torpaqdır, yəni, xərcim az çıxır. Bəxtinizi bir daha sınayın da, buradan başlayır, o vaxtda çıxır deyə belə kağızdır, saqqızların sərsin. Bir çoxları, yəni, deyir ki, əşi heç nə olmaz. Bir də, bax, adicə siz getdinizsə, hər hansı bir tikintidən əvvəl, torpaq sahəsinə baxanda, oradakı əraziyə baxaraq, yəni hansı qəsəbədədir, hansı ünvandadır, təxmini bilmək olur orada nə ola bilər, nə ola bilməz. Yəni, bilirsiniz, baxan kimi deyə bilərsiniz, burada heç nə yoxdur. Əslində, heç bir şeylər təsadüflərə söykənməli deyil və eyni zamanda təxmin eləməyə də ehtiyac yoxdur. Seçilmiş hər hansı bir ərazi, müraciət əsasında, həm bizdə, belə deyək ki, dövlət tərəfindən verilmiş sənədlərdə, həm də eyni zamanda bizim kimi üçüncü tərəf yoxlamalara əgər müraciət olunursa, biz artıq onlara bir xüsusi bir prosedur veririk. Bir metod veririk. Misal üçün, sən orada bir nəsə tikinti aparmaq istəyirsən, sən ilkin olaraq nəyləri yoxlatdırmalısan. Təbii ki, bunlar yenə də texniki normativ sənədlərdən qırağa çıxmır. Ona əsaslanır, bayaq qeyd elədiyim kimi standartlara əsaslanır. Yəni, Azərbaycan normativlərdə əsaslanır. Bizdə bilirsiniz nədir? Mən deyərdim sizə ki, ən böyük belə bilməməyimiz, marifsizliyimiz nədən ibarətdir? Hamı bizdə elə bilir ki, el dili ilə deyək də, bir maklerdən bir yer aldı, o da gəldi orada bir ev tikdi, məsələ də bundan qutardı. Və burada hər şey də uyğundur. İnandırım sizə eləncə deyir. Yəni, son bir ildə, indi siz radioda çalışırsınız, mətbuatda çalışırsınız, bəlkə də yüzlərdən elə hadisənin şahid olmuşsunuz sosial şəbəkələrdə. Hətta qiyməti görürsən ki, daha münasib olub, alıblar və s. Müasirdir, gözəldir, işıqlandırması, hətta hovuzu və s. Bir ildən sonra başa düşürsən ki, sən demə, bütün həyətin özü hovuzuymuş. Mən deyirəm də, sən 5 dəfə artıq ziyana düşürsən orada. Bir yox ha, 5 dəfə artıq ziyana düşürsən. İndi ətraflı danışacağıq, əziz dinləyicilər. Yeri gəlmişkən sizə su, çay təklif elərlər, yoxsa? Zəhmət olmasa. Olar. Özel Evin proqramı davam edir, əziz dinləyicilər. Təbii ki, reklamlardan və qısa gözəl bir musiqidən sonra davam edirik və Zülfikar bəylə hələ söhbətimizə çox var. Əminəm ki, bir çox məsələlərə toxunmaq istəyirik həmçinin. Zülfikar bəy, inşaat sahəsində ən çox istifadə olunan materiallardan biri də bəlkə də birincisi armaturdur. Yəni, indi bazarda tonu 800 manatdan 1200 manata kimi armatur satılır. Hətta deyirlər 800 manata tapa bilməzsən, ola bilməz. Keyfiyyətdə armaturu necə seçmək olar? Yəni, armaturla bağlı hansı yoxlamaları həyata keçirmək olar?
Deməli, məsələ burasındadır ki, deyir o söhbət gəldi düşdü armaturdan, yəni buradan başlayaq. Bəli, keyfiyyətlə əlaqədar olaraq bütün məhsulların hamısının özünün yoxlama prosedurları və qaydaları var. O cümlədən də ki, armaturun özünün yoxlanılması, onun keyfiyyətli olub olmaması və yaxud da ki, məsələyə buradan başlayaq. Biz keyfiyyət deyəndə nəyi nəzərdə tuturuq? Yəni, mənim aldığım məhsul, mənim tikdiyim tikintiyə, standartlarına, kriteriyalarına uyğun gəlir, yoxsa gəlmir. Mən əgər toyuqdan mı tikirəmsə, bu başqa bir armaturdur. Əgər mən yüksək mərtəbəli bir bina tikirəmsə, mən burada artıq başqa növ markadan istifadə edəcəm. Bəli, məsələ burasındadır ki, bu gün toyuq damla istifadə olunan armaturları bəzən də bilməyərəkdən və yaxud da ki, bəzən də bilərəkdən onları bildiyimiz əsas yüksək, hündür binalarda və yaxud da ki, başqa obyektlərdə istifadə edirlər. Burada da siz məsələ armaturun keyfiyyətli olub olmamasını və yaxud da ki, onun aldığımız tələblərə, yəni standartlara düz gəlib gəlmədiyindən mütləq ki, bizim kimi şirkətlərə müraciət eləsələr, yəni eləyirlər də fakt olaraq, yəni ki, son 2 ayda hardasa bir 4-ə yaxın eləncə bir müraciət olunub bizə. Yəni, məhsul tonla məhsul gəlib, siz demişkən, məhsulu satan ayrı, alan tərəf qadirdir ki, zəhmət olmasa mənim üçün bu məlumat testlərə mənə cavabını verginə və onun dartılmasını, gərginliyini, əyilməsini biz test edirik və müxtəlif laboratoriyalarda testdən keçirdəndən sonra ona müayinə aktı yazırıq və göndəririk sifarişçiyə. Adam da baxır ki, bunu satan adam verdiyi sənədlə bu uyğun gəlir, yoxsa gəlmir. Təbii ki, uyğun gəlməyəndə vay satanın halına. İndi məsələ burasındadır ki, çoxlar isə bunu bilmirlər. Onda bu dəfə qalır məsələ vay alanın halına. Mən belə başa düşürəm, adi vətəndaş yoxlaya bilər armaturu? Əlbəttə ki. O qədər. Mən deyərdim sizə ki, sizin belə deyək də bu cür radio verilişlərin ümumiyyətlə efirlərdə getməsi və yaxud da ki, mətbuatda son zamanlarda tikinti və onunla yoxlanılması barəsindəki mövzulara tez-tez toxunulması insanların maarifləndirməsinə səbəb olur və artıq mən görürəm ki, şəxsi ev tikənlər belə maraqlanırlar. Əslində maraqlanmalıdırlar. Bir kiçik bir tikintinin qiyməti orta rəqəmdən 200-250 min üzərində manatla gəlib çıxırsa, yəni oradakı sənin xərcləyəcəyin 1-2% heç də artıq bir pul deyil. O sənin qarantundur. İndi burada bir sual da var. Əslində, məncə bu bir çox sektorlarda, sahələrdə də ən aktual məsələlərdən biridir. Yəni, məşhur brend keyfiyyətli mal deməkdir, yoxsa hər materialı yoxlamaq lazımdır? Növbəti podkastımın mövzusuna toxundunuz. Allah qoysa o mövzu. Bəlkə siz bizdən götürmüsünüz. O da ola bilər. Yox, mənə gəldi ki, siz mənə görən kimi ilhama gəldiniz. Bizdən olduğu kimi. Nəyə görə adım ilhamdır da, elə olmalıydı. Buyurun. Məsələ burasındadır ki, heç vaxtı ən bahalı məhsul, bunu formada, yəni keyfiyyətli məhsul demək deyil. Məhsulun düzgün tətbiq olunması və təyinatı üzrə tətbiq olunması məsələsindədir. Əgər biz onu düzgün tətbiq ediriksə, ucuz məhsul ola bilər. Keyfiyyət göstəriciləri də. Misal üçün, 5 məhsuldur, ta ki, hərəsinin bir keyfiyyət göstəricisi var. Mən orta keyfiyyətli bir məhsulu götürmüşəm və onu düzgün tətbiq eləmişəm. Həmin tətbiq elədiyimə də görə də mən onu daha standartlara uyğun, kriteriyalara uyğun istifadə edə bilərəm. Yəni, tətbiq onda elə usta işindən gedir söhbətdə. Bilirsiniz, mən bunu axır zamanlar tez-tez deyirəm ki, gəlin ustadan çıxaq. Deyirlər, niyə? Deyirəm ki, axı ustaya işi kim verir? O tətbiqi deyirsiniz, yəni tətbiq eləməyəcəm. Yox, tətbiqi usta eləmir. Ustaya tətbiqi göstərirlər. Mühəndis göstərir ki, sən bunu bu cür tətbiq edəcəksən. Olsun mühəndis, hə? Mühəndis bunu yoxlatdırmalıdır, elətdirməlidir ki, bəli də, misal üçün, sən bax, elədiyin işi mən yoxlayıram, biləsən. Əlbəttə ki, kimsə öz başına bıraxsın, elə nəticəsi belə pis olacaq. Maraqlıdır. Dinləyicilər də yazsın bizə 055-203-1103 WhatsApp nömrəmizə. Davam eləyək söhbətimizə Zülfüqar bəy və bizdə qonaq olan mütəxəssislər yeri gəlmişkən binaların fərdi evlərə nisbətən daha etibarlı olduğunu deyirlər və səbəbini soruşanda deyirlər ki, binalara həm dövlət, həm də sizin kimi qurumlar tərəfindən daha çox nəzarət olduğunu deyirlər. Siz bu fikirlə razısınız? Yəni, bu barədə nə deyə bilərsiniz bizə? Bilirsiniz, indi baxır o hansı mütəxəssis deyib o sözü, mənim fikrimcə yoxlanılmayan hər hansı bir bina və yaxud da ki, fərdi ev, mənim üçün hamısı qorxuludur.
Təhlükəlidir. Təhlükəlidir. Təhlükə və qorxulu. Ona görə yəni daha etibarlı əslində bilirsiniz etibarlı nə barədə bəlkə deyir. Yəni bina istər-istəməz yəni hündürlük məsələsi var, uzunluq məsələsi var. Orada təhlükə yaranarsa daha çox fəsad göstərə bilər. Nəinki fərdi ev. Yəqin ki, müqayisə olaraq bu hardasa bilirsiniz, gəlin belə götürək də, 1 kilo daş ağırdır, yoxsa 1 kilo pambıq. O, hamı verir, deyəsən pambıq idi o. Sən də bərabərdir. Sağ bərabərdir, görürsünüz. Sən də bərabərdir. Yəni, bu müqayisənin artıq, yəni dediniz ki, heç bir fərqi yoxdur. Heç bir fərqi yoxdur. Əgər yoxlanılmırsa, əgər heç bir fərqi yoxdur. Əgər yoxlanılırsa, deməli yaxşıdır. Yoxlanıb, ortalığa çıxardılırsa. 055 203 1103 WhatsApp nömrəmiz də dinləyicilər və əslində bu müqayisəni həm də nəyə görə elədik? Baxırsan ki, binaları dəqiq yoxlayırlar. Fərdi evlərə yoxlayan heç yoxdur. Yox, var, yoxlayırlar. Niyə ki? Elə də demək olmaz. Əslində bugünkü gündə mən sizə bir söz deyim. Qurumlar tərəfindən yəni. Yox, qurumlar tərəfindən də əgər sən fərdi evlərə gəlib müraciət edirsənsə, onları yoxlamaq zəruriyyət, yəni ki, məcburiyyətindədirlər. Sadəcə bunu bu formada deyək ki, maarifləndirmə az olduğundandır. Sadəcə bu qədər. Sadəcə matımızdır. Yəni maarifləndirmə az olmasındandır. Bugün elə bir ərazilər var, artıq onları təbii ki, siz əzbər bilirsiniz ki, burada tikmək olmaz. Yox, elə bir sözü, elə bir məsuliyyət üzərimə götürmək istəmirəm sözün əsl mənasında. Hətta mən yadımdadır ki, tələbəsi illərimizdə 95-ci ildə bayırda sürüşmə olanda, mən bu söz heç vaxt yadımdan çıxmayıb. Təsəvvür edin ki, mən ali təhsil ali məktəbdə oxuduğum zaman müəllim durdu, mühazirə söylədi və qayıtdı ki, bayır sürüşmə zonasıdır. Üstündən 3 gün sonra bayırda sürüşmə oldu. Və biz ora praktikaya getdik. Ay, sağ ol, görürsünüz. Yəni ki, mən elə bir məsuliyyət üzərimə götürmək istəmirəm. Amma ki, məlum məsələdir ki, deyir ki və doğrudan da məlumdur. Əgər sən ərazini yoxlatdırmamırsansa, artıq bu sənin birbaşa problemindir. Yəni özündə günaha gör günah, başqasına bəzi görə. kənd yerlərində və yaxud qəsəbələrdə mənə elə gəlir, təbii ki, bu da 100% deyil ha, öz yerinə, amma görürsən ki, vətəndaşlar, o deyir kənd adamları və yaxud orada yaşayanlar artıq təxmini bilirlər. Məsələn, deyirlər ki, burada tikməzlər, o vaxt tikdilər, belə oldu. Məsələn, Binə qəsəbəsində mən artıq müəyyən qədər bilirəm ki, elə ərazilər var ki, orada deyir, tikdin, yağışda batdın yəni. Bəli. Düzdür. Yəni biz o eşqeyib yoxlamaq da ehtiyac yoxdur artıq. Gözlə görsənən dağına bələdçi lazımdır ki, niyə yoxlayasan ki? Sizdə də deyəsən artıq deyir, mən sizə bu enerjini ötürmüşəm ha. Bəli, Yəni, əlbəttə ki. efinin yarısından sonra artıq bizi atalar sözləri falan yəni. Gördüm ki, siz ki, bədahədən başladınız. Axı mənim özümdə də söz bazası var. Başlayaq o məsələyə. Əsas suallardan biri də o yaranır ki, Zülfüqar bəy, sifarişçilər müraciət zamanı daha çox nələri səhv salırlar? Yəni müqayisədə və yaxud bildiklərindən. Buyurun. Deməli, belədir ki, sualınıza cavab olaraq bunu bildirim ki, əsasən inspeksiya orqanı ilə laboratoriyanı səhv salırlar. Yəni, inspeksiya orqanı 17020 ISO standartlarına görə akkreditasiya olunur. Laboratoriyalar isə 17025-ə görə akkreditasiya olunur. Məsələ burasındadır ki, inspeksiya müayinə edir, cavab verir. Laboratoriya isə nə isə test sınaq edib, onu sənə rəqəm olaraq verir. Sənə verilmiş rəqəm mütləq inspeksiya orqanı tərəfindən təsdiqini tapmalıdır. Onu adətən səhv salırlar. Ona elə bilirlər ki, laboratoriyanın cavabı varsa, Artıq bəsdir. bəsimdir. Yox, inspeksiya orqanının səndə rəyi yoxdur. Və sən onu mütləq oraya bilməlisən və cavablandırmalısan. Mən əminəm ki, bir çoxları bilmirdi bunu. Mən əminəm ki, bir çoxları bunu bilmirdi. Açığı biz də bilmirdik. Elə, təbii ki, elə məhz bunun üçün hər şeyi daha dəqiqlə və aydın şəkildə sizdən öyrənmək üçün sizi dəvət eləmişik. Bir daha təşəkkür edirik. Və bəli. Və davam eləyək. Deməli, gəldik, çıxdıq bu beton məsələsinə. Geniş istifadə olunan materiallardan biri təbii ki, betondur. Bir çox beton müəssisələri öz məhsulunu təklif edir. Burada da müxtəlif qiymətlərə rast gəlirik. Yəni, məsələn, 350 marka betonun qiyməti 1 kub metr üçün 100 manatdan 125 manata kimi dəyişir. Vətəndaş verdiyi pulun həmin markaya uyğun olduğunu necə bilsin? Vətəndaş ona lap 150 manatda versə, o pulu batacaq. Biraz bu cür giriş verim ki, maraqlı yaransın. Siz yerə yaxşı anons verirsiniz. Hə, buyurun. Soracaq ki, niyə? Ona görə ki, sən haradasa, tutaq ki, lap kiçik bir tikinti eləyib, 10 kub, 15 kub, istənilən halda 50 kuba yaxın orada sən betondan istifadə edirsən, amma digər ki də ki, onun verdiyi betonun
onun verdiyi sözə inanırsan, özün yoxlatdırmırsan. Təsəvvür edin ki, rəqəmlə götürək ya, dinləyicinin yadında da yaxşı qalır rəqəmlə götürəndə. Da ki, mən bir 50 kub beton alacam, orta hesabla buna bir 5000 pul xərcləyəcəm. Amma mən 500 manat verib o betonu yoxlatdırmıram ki, görün mənə düz mal verir, yoxsa səhv mal verir. Yəni, əslində sən onu nəzərdə tut ki, sənə verilmiş məhsul beton heç kəs öz ayranına turş deməyəcək. Yəni, mən buna demirəm, bizdə, yox, hamı səhv edir, yox, düzgün vermir, belə söz işlətmirəm. Maşallah, gözəl işləyən, düzgün işləyən, mütəxəssis şirkətlərimiz də var və onlar da təmiz iş görən, təmiz iş, halal iş görənlər də var. Amma məsələ burasındadır ki, sən özün özünə, sən kimisə sözünə yox, yəni sən burada ritorik səndir. Sən kimisə sözünə görə yox. Sən əgər betonu nəzərdə tutursansa 100 manata smetada, nəzərdə tutkuna ki, mənə beton başa gələcək 140 manata. Misal üçün, mən bunun ta ki 20%-ni, 5%-ni verəcəm yoxlamama və əmin olacam ki, mənə verilən məhsul həqiqətən də mənim tikintimə uyğundur, standartlara uyğundur. Bu qədər sadə. Yəni o verən şirkət ki, hansı ki var, məsələn materialı, onlar bilirlər də, onlara informasiya verəndə ola bilirlər ki, nə hara gedir, yəni hansı birindən, hansı keyfiyyət olaraq hansından versinlər. Əslində bu çox yaralı yerimizdir, çox yaxşı. Mən belə başlayım, bəziləri bilmirik. Maşallah, bu sualları ya əvvəldən dünəndən oturub hazırlamışdın, yoxsa da birdən bədahətən gəlir. Bu var da məndə. Mən deyirəm ki, istedad başqa bir şeydir Zülfər bəy, buyurun. İnşallah, deyir o gələn verilişlərimizdə sırf mütəxəssislər və onların hazırlanması barəsində o mövzuya toxunar. Allah qoysa, yəqin ki, o tətildən sonra olar. Çox güman ki, eşitdiyimə qədər və bayaq qeyd edəcəyiz ki, tətilə çıxacağam. Xoş istirahətlər sizin hamımıza. Məsələ burasındadır ki, siz elə bilirsiniz ki, bütün bu məhsul satanlar və yaxud da neynəyənlər bilirlər, onlar nə satırlar. Yəni, mən deyim sizə ki, yoxlamalar onu göstərir ki, 50%-dən yuxarısı nə satdığını bilmirlər. Bax, o da bir problem yaradır. Ciddi bir problem. Bilən adam olsa deyərsən, hə, yaxşı inandım. Yəni o siz deyin, heç olmasa inandım. Heç o da bilmir. O da bilmir nə satır. O da ki, ərin qoyur, and içir ki, and içərəm ki, yaxşı məhsuldur. Birisi niyə? Təsəvvür edin ki, söhbət orada kiçik bir faizdən gedir. Sən orada 1% suyu az qoymaqla, çox qoymaqla bütün məhsulu zayi edə bilərsən. Orada misal üçün sən sementin miqdarını az qoysuq, normadan aşağı yuxarı, hətta məhsulun daşınmasında belə səndə problem yaranar. Havanın isti, soyuq olması, düzgün daşınmaması, hətta tətbiqinə. Bir hadisəni danışım sizə, dediyiniz betonla əlaqədar. Yaxınlarda bir yerdə yoxlamadaydık və sifarişçi betondan çox gileylənirdi və ancaq burada istədiyi oldu ki, mənə bir dənə betonun yoxlayın ki, bunun markası neçədir? Mən qarşı tərəfə izah eləmək istəyirəm ki, sənin markası yaxşı ola bilər, amma sənin betonun segregasiyaya uğrayıb. Yəni üzdən gedib, yəni bunun tətbiqi düzgün olmayıb. Marka olaraq möhkəmlik istəyirsən çıxacaq. Möhkəmlik təkcə bir şərt deyil. Onun digər keyfiyyət parametrləri də var. Təsəvvür edin, belə bir şeylər. Maraqlıdır. Yəni hadisələr çoxdur, çox geniş mövzudur ya bu. Çox geniş mövzudur. Əslində, mən deyərdim ki, bu birisi nətərdir, xüsusi bu bir saatın işidir. Yox, keyfiyyət məsələsində texniki yoxlamalar, metal, mexanika, elektrika, canım sənə desin, boya, izolyasiya, bütün bu sahələr, torpaq, geodeziya, geologiya, hər hansı sahəni götürürsənsə, bunun hamısı silsiləli olaraq hamısı bir, belə deyim də, bir verilişin yox, bir neçə verilişlərin mövzusudur. Zülfüqar bəy, biz nə qədər suallar tərtib eləsək də, istər deyir o siz demişkən bədahətən, istər hazırlanmış, yenə də elə məsələlər var ki, biz ona toxunmadıq bəlkə də. Yəni, tikinti təmirlə bağlı. Toxunmadıq, biz elə girişini vermişik. Görürsünüz, hansı inspeksiya fəaliyyətləri həyata keçirilir tikinti təmirlə bağlı? Yəni, bizim toxunmadığımız hansı məsələ qalıb, bəlkə özünüz danışarsınız. Belə deyərdim də, əgər biz tikinti ilə bağlı və tikintidə onlarla inspeksiya növləri var. Yəni, hər inspeksiya növünün özü də neçə qola ayrılır. Tutaq ki, sən bir qaynaq yoxlamasını götürürsən, qaynağın yoxlamasının bir 10 növü var. Təsəvvür edilir. Hələ qeyri-dağıcı üsullar. Dağıcı üsullarla bayaq dediyinizdən armatur falan, onun yoxlaması. Bunun da bir 10 yolu var.
Yəni təsəvvür, əgər sən bir izolyasiya mövzusunu götürürsənsə, bir boya mövzusunu götürürsənsə, Orada bunun bir onlarla yoxlama növləri var. Yəni ki, bu özü ayrıca belə baxıb görürsən ki, bir həqiqətən də bunlar bir elmdir. Yəni bunu da danmaq lazımdır. Da ki, betonu götürürsənsə, betonun özü ümumiyyətlə başdan ayağa bir elmdir. Ondan ötürü institutlar çalışırlar, neyinirlər filan və həmən. Və yaxud da ki, bir məhsulun belə götürək də elektrik sahəsini götürürsənsə, o da aşağı cəryan, yuxarı cəryan, filan, zəif axın. Bunların hamısının yoxlamaları var. Ayrıca bunların hamısı bir mövzudur. Əlbəttə ki, mövzuların hamısı toxuna bilməli, yəni vaxt cəhətdən. Amma mən belə başa düşürəm ki, biz yeni mövsümdə yenə sizlə görüşməliyik. İnşallah, Yəni, Allah qoysa. Elə çıxdı sözünüzlə. Zülfüqar bəy, son olaraq bizim dinləyicilərə nə məsləhət vermək istəyirsiniz? Bəlkə sözünüz var, bəlkə bir tövsiyəniz var. Dinləyicilərimizə tövsiyəm bundan ibarətdir ki, ümumiyyətlə çalışın, aldanmayın. İstəyir belə deyim, bu formada deyim ki, sadə vətəndaşlar olsun, istəyir layihələr olsun, layihə rəhbərləri, mən bu sözü tez işlədirəm, deyəm, layihə rəhbəri də vətəndaşdır da, düzdür, o da oturub dinləyir də bunu və yaxud da təsisatçı da oturub bunu dinləyir də, hər hansı bir şirkəti üçün inspeksiya işlərini gördürmək istəyəndə hər hansı axtarır. Ucuz inspeksiya işlərinə, peşəkar olmayan mütəxəssislərə heç vaxtı iş tapşırmayın. Birinci etibarlılığını əldə edin ki, həqiqətən də görürüm ki, bu işlər söhbət ondan getmir ki, mən demirəm ki, məhz gəlin, bax, inspection solution dedin, yox, mənə də etibar eləmirsənsə, etibar elədiyim bir yerə get, amma görürsən ki, bazarda bir şeyin qiyməti 10 manatadır, sənə gətirib bunu 5 manata verir ki, nəsə var, deməli, nəsə var. Mənə o mənada həmişə deyirəm ki, ucuz heç nə yoxdur, yəni sadəcə belə material keyfiyyətsizliyi və s. var. Bir də Zülfüqar bəy, çox şad olduq, sizi tanıdıq bugün. Təşəkkür edirik sizə də. Sizə. Mən də şad oldum ki, sizinlə həm söhbət oldum. Ümidvaram ki, dinləyicilərimiz hardasa az da olsa maarifləndirə bildik və buna görə özümüzü xoşbəxt hesab edirik. Çox sağ olun. Bizim məşhur bir sloqanımız var. Mütəxəssis ol. Mütəxəssis ol, təbii ki. Təşəkkür edirik Zülfüqar bəy, çox sağ olun, gəldiniz. Biz yenə görüşəcəyik, mütləq ki görüşəcəyik və dinləyicilərə müraciət edirəm və deyirəm ki, biz sabah yenə eşidiləcəyik. Saat 12-dən 2-yə qədər Özəl Evin proqramını dinləməyi unutmayın. Hələlik eşidilərik.